Balakən şəhərinin Dalban kəndində həyəcanlı torpaq satışa çıxarılır. Gördüyünüz kimi demək olar ki, hər bir tərəfə dağlarla əhatəyə alınmışdır. Satışa çıxarılan yer dəmir turbalarla, yəni beton turbaların dibi betonlanmış. Hər tərəfdən, hər bir dörd tərəfdən turbalar bastırılmışdır. Arkadan ön hissəsi maşın yoludur. İçərisində iri bar verən hər cür meyvə ağaçlarından mövcuddur. Bu hissədən də yenə dəmir turbalar bastırılmışdır. Yəni bir dəmir hasar çəkəsi qalıbdır. Bu yoldan əlavə Setkanın o tayı, belə deyim, yenə bu yoldan əlavə bu hissədən də 10 metranın maşın yoludur. Yəni yenə bu torpağa aiddir. 10 metre enlilikdə, uzunluğu dəqiq deyə bilmərəm, ta bu yola kimi. Qaz xətti qarşısından keçir. İşıq xətti, internet xətti tam qarşısından keçir. Ön tərəfi Balakən çayıdır. İrəlidə gördüyünüz yeni tökülmüş betondan bənddir. Yolun kənarına düşür. 6 sot 77 kvadratdır, yəni 7 sota yaxındır. Qupçalıdır. Qeyd etdiyim kimi yolun kənarıdır, yəni kəndin içərisinə girməyə ehtiyac yoxdur. Yəni yolun tam kənarında yerləşir. Qiyməti videonun altında qeyd olunacaqdır. Qupçalıdır.